Dostlar, salam, hər vaxtınız xeyir. Qarşınızda Winston Akademiyadan Fuad müəllimdir. Bu gün qarşımızda Sual-Dua, Nəzər-Dua qaydası ilə bağlı bir testimiz var. Bu qayda hər hansı bir şəxsin və ya şəxslərin fikrini təsdiqləmək üçün istifadə olunur. Cümlə əgər təsdiqdədirsə, Sual-Dua ilə veririk, inkardadırsa, Necə-Dua qaydası ilə cavab veririk. Burada cavabımız so ilə verildiyinə görə, baxın burada qeyd olunub. Demək ki, əvvəlki cümlə təsdiqdə olmalıdır. Təsdiqdə olduğuna görə də biz burada B variantını və D variantını inkarlarına görə silirik. Cavab qaldı A, C və Y. Tamam, 2 variantı buradan çıxdıq, qaldı 3 variantımız. Bundan sonra nə edirik? Baxırıq soldan sonra gələn köməkçi fe'lə. Baxın, soldan və ya necədən sonra gələn köməkçi fe'l birisi necə tapılır? Əvvəlki cümləyə sual verilir. Əvvəlki cümlənin sualı hansı köməkçi fe'lə verilirsə, cavab onunla verilir. Yəni, indi burada cavab, əgər cümlədə biz A variantını cümləyə yeni qoysaq, bu cümlədə was-were var. Was-were-ün sualı bilirik ki, bir cümlədə was-were varsa, onun sualı özünə düzəlir. Yəni, A variantını cümləyə qoysaydıq, oradakı köməkçi fe'l was-were olacaqdı. Demək ki, cavabı da was-were ilə verməliydik. Ona görə A-da çıxırıq. Qaldı Y variantı. Y variantında could-u cümləyə yeni qoysaq, düzdür, təsdiq cümlə yaradır. Amma could modafelindən biz bilirik ki, modafel qaydasından could-un sualı özü ilə düzəlir. Yəni, could olan cümlədəki köməkçi fe'l özüdür. Ona görə də cavabı could-la verməliydik. Yəni, köməkçi fe'l olduğuna görə, bax, bu hissədə cavabı could modafeli ilə verməliydik, yeni çıxırıq. Cavab burada qaldı C variantı. Niyə C variantıdır? Çünki modafillərdə bilirik ki, həttu modafilinin sualı didlə verilir. Yəni, köməkçi fe'l did olduğuna görə cavabı da didlə veririk ki, burada didlə yazılıb, cavab da qaldı C variantı.